Mən də məni. çox mənim də başım daşdan daşa dəyib. Niyə? Ürək açıqlığımdan. İndi buyur. Sən Nə sözüm var mən demə, sən yarın mən deməsəm sual ki, versən narazı ki, olmaz. sən orada özünü çırpırdın. Mən orada özümü çırpırdım yerə. Onların mən elədi. Birincisi bu üç qızın üçü də heç birisinin qapısına mən elçi getməmişəm bir ana kimi. Hər şeyi bilin, sonra sual verin. Sən mənim oğlum yerində. Yox, nə olar ki? Yıxılanın əlindən əlindən tutub bilmərsən, qaldırırlar. sən Yıxılan məndə tənqid eləyə bilmərsən. Başa düşürsən? Mən zəif adam mən tənqid deyiləm. eləmirəm. Mən sənin belə pisməsin. Nə mən yerdəyəm. Mən sənə nə tənqid edəcəm? Ayıb olar. Mən tənqid eləyə bilmərsiniz heç kim. Heç kimin də ixtiyarı yoxdur. Biz tənqid eləmirik. Sözümüzü göstəririk. Mən Aygünün haqqını itirməmişəm. Təbriz, eşidirsən məni bala? Mən Aygünü heç vaxt haqqını itirməm. Mən haqqını itirsəydim. Aygünü götürdüm, gəldim. Aygün Sənin ağlın yoxdur. Bir dənə söz deyim. Buyur qadın. Qadın görməsən, mən səni öpürəm sən ananın əllərinə. Sən onun qarşısına başlayıram. Ananın anamdır. Valideynlərin belə çıxasın. Belə nətər deyimsə. Sənə mənim qardaşım. Allah kömək. Sən Aygünü çox istəyirsən Ceyran ana. Amma sənə bir dənə şanslı bir söz deyəcəm. Onun altında çıxan insanam. Aygünü çox istəyirsən. Mən Aygünü qəbul eləməmişəm, amma yolun gətirmişəm. Həmişə, indi də gətirirəm. Hansı yolun gətirmisən? Hansı yolun gətirmisən? Mən Aygün mənim üstümə yıxıcı Ceyran məni boşaltdırıbdır. Təbriz bilirsən nə var? Bura o söhbətin yeri deyil. Sən məndən eləyəsən. O bilsinlər, niyə ki qaçırsan? Mən qaçıram, sən kimi deyiləm, mən qaçam. Mən niyə qaçıram? Sən qaçdın evdən getdin, sən getməzdin. Sən oturardın, mən səni taksidən getdim. Üzr istəyirəm. Qaçıb gedib. Təbriz. Başqa pis hərəkət edib. Təbriz, xeyr. Mən ona heç vaxt o sözü deməmişəm, demərəm də. Ayso, dədəsinin evinə gedib, Zarbaqsının yanına getməyib ki, dədəsinin evinə gedib və arası sığınacağa gedib. Düzdürmü? Təbriz, qoy bir sözümü deyim də, qoy sözümü deyim də. Ay bala, sən ailən, sən işə gedirsən, sənin yoldaşın durur, sən işə gedəndən sonra sumkanı bağlayır, alır əlinə taksi çağırır, səndən xəbərsiz. Gedir, oturur taksiyə. Mən də getmişəm, əlindən tutmuşam, qaytarıb gətirməyə. Qapını nətər vurursa, mənim biləyim qaldı qapıda, Ramanıda. Mən bunu canlı da demək istəmirəm. Aygün, sən hər söz orada deyirsən, mənim adımı tutursan, Mahir kimdir deyirsən ki, daşın düşsün Ceyranın başına. Dünənləri deyirsən, o yardımlı oğlana deyirsən ki, Ceyran mənə zəng gelib deyir ki, yardım. Mən onu gördüm, sakit danışırdı o dəfə. Bir dəqiqə Ceyran'a, qayıtdım Mahirin arzuya. Eşidirsən, deyirsən ki... Mahir kimdir? Mahir kimdir? Mahir deyirsən, Mahir demədin. Aygünə deyirəm ki, orada o canlısında var idi, oğlanlar danışırdılar Aygünlə. Orada Aygün, o canlıda danışan oğlanlarla görüşmüsən? Yox. Mən nə görürəm? Yox, Aygünə deyirəm. O nə deməkdir yəni? Yox, Aygünə deyirsən ki, canlısında olan oğlanlar, deyirəm, canlısında oğlanlarla görüşüb bu, yoxsa necə? Qəşəkdir. Yox, Tərbiyəz, başını ağıtma, qədənəm. Söhbət eləyirdilər orada, danışırdılar. Qayıtdı, Aygün də iş yerindən, bax, indi çiçimi oturub oradan, qayıtdı ki, sən Mahir dedi də məncə, mən Mahir eşitdim. Bəlkə səhv eşitmişəm, onu deyəmərəm. Sən çox gözəl eşitmişsən. Mahir Aygünün yobrusıdır. Mən də açıq deyəcəm ki, qırmızı sifət söndü məndə. Buyur, dey anam, dey. Mən sən fikir... O Mahiridir. Hə, onda Aygün, onda sən mənə sual versən, indi Aygünün qarnı nətər qəbul edir ki, mənə, yaxşı, mənim heç bir qıram, mənim Aygün, sənin yanında xətirim, hörmətim heç olmuyor. Hörmətli sən, hörmətlisən. Oğlun tərəfini saxlayırsan, öz tərəfini saxlayırsan. Saxlamalıyım da, Aygün, sənin tərəfini tuturam, oğlumu da tərəfini tutursan. Yaxşıdır, ayırdın da, boynumu alçı sən elədin də, qurban olun. Mən ayırmamışam, ayranı Allah lənət eləsin, Allah bəlasını versin, buradan deyirəm sözümü, belə üzə deyirəm. Hansı bayramdır? Hansı bayramdır Ceyran ana? Hansı bayramdır o? Nətər? Hansı bayramdır? Mən sənə kimsə udar vurubsa, mən gedib dərinliyə çatıb, əgər o bayramda günah varsa, mən onu püskürəcəm buradan. Deyirəm, hansı bayramdır? Onu tanıyırsan mı? Bayram kimdir?
Biz bayram diyorsan, bayram diyorsun. Bayram. Aygün orada demirəm söhbət eləyirdi. Oğlanlar idi hamısı da. O yardımlı da orduydu, o birisi de orduydu. Gəncəli var idi, nəm kim var idi bilmirəm də. Həmişə söhbət elədiyi adamlar da orada. Belə sənin kimi də PK'da nədir bu oyuna girib orada danışırdılar. Mən kimi yox, məndən uzaq eləcəyəm. Mən prosta sadəcə olaraq elə belə atmışam. Yəni PK'da indi durduğun kimi də bu PK demirsiniz belə oyuna. Mən onu deyirəm. PK deyil, bu canlı söhbətdir bu. PK deyil, mən üçün PK olanlar. Canlı söhbətdir, oyundur, nədir bilmirəm. Mən yəni sözümü demək istəyirəm ki, mənim birinci Aygün orada bir də axırıncı dəfə olsun, bax burada deyirəm sənə. Mənim adımı oğlanların üstündə tutma günə. Özün tuta bilərsən. Mənə zəng elə, nə sözüm var mənə deyə. Çağır görüş, gəlim görüşək. Mənə acığın gəlirsə, o dəfə söydün ha. Gör mən bir kəlmə dilləndim, ev yəsin, oğlunun qızının yanında, onlar da eşitdi. Məni qəşəcə ölüm dirim qalmadı, söydüm batırdın. Sənə bir kəlmə cavab qaytarmadım ki. Ol Allahın, qaytardım sənə. Mənim günahım səhvim var, başa düşürsən? Mənim günahım səhvim var. Allah görür hər kəsi Aygün. Nə qədər deyəsən, davamız da olub, sözümüz də olub, bir-birimizə əl-qol da. Ayırdın, Allahla danışalım, təbii ayırdın, indi Ceyran mənim yanımdadır. Ayrılmışım, mən Ceyranı eynirəm ki. Sən özün mənə dedin, qış paltarını da götür, buradan gedəndə nə dedin mənə? Dedin, gəl ha, məni tək qoyma. Eliş buradan eşidirsə, Allah şahididir. Sumqayıtda Elişin evində qalmışsan, Elnara xanım eşidirsə, desin, cavab versin, Allahları var. Belə əzizlərinin canına ant verirəm ki, Allahsız danışma Aygün. Sən anandan görmədiyin yaxşılıqları məndən gördün, məni əsəbləşdirməcənən. Mən xəstə adamam. Başa düşürsən? Əsəbləşmə, deyirəm xala, əsəbləşmə. Sağlam adam yoxdur. Haqq itirməcənən. Allah görür hər şeyi. Hamı da şahiddir. Mən Allaha tapşırmışam. Mən Allaha tapşırmışam. Sən gəldin mənim evimin içindən mənə qarğış töydün, getdin. Yenə mən sənin üzüne qayıtmadım. Boynunu qucaqladım, üzündən öpdüm ki, Aygün səni mən başa düşürəm. Mənim də səni heç kəs başa düşməz. Günahın böyük səndədir də. Niyə qaçırsan ki? Dinən də. Mən niyə qaçıram? Niyə qaçıram? Mən səndən qorxuram. Ayacığım, bu nə deyək? İşdən keçibsən. Səndən qorxuram. Hamı qorxur. Özün getdin, özün ərzə verdin. Sənə Aslan dedi ki, Aygün 22-sində gümüşü gətdin evə. Ramanı da evə gətirdin. Onların başı bırak. İstediğinden kim vardı? Sen elədin ya. Allah şahididir. Təbriz Allaha and olsun bala. Allah şahidimdir. Allah mənə gəlin olsun, yalan deyirsən. Hamısın, indi oturmuşsan, peşman olmuşsan. İndi başlamışsan ki, niyə belə elədiniz, niyə belə? Səni mən qaytardım. Səni mən qaytarmışam. Hani peşman olub, qoz ağacı, qız ağacı deyirlər. İndi oğlan ağacı olub. Səni mən dalıncan düşdüm, süründüm, onu qaytarmaq istədim, qayıtmadın onu bil ki, mən əhatəmdə elə bir insanlar var ki, Aslanı bir dəqiqə yox eləyərlər. Buna and olsun eləyərlər. Ekran bəyənməsi çox altında olsa, qeybətə gəlməmişsiniz. Buyurun. Aslanı götürdürəsən, sən kimdən az Aslanı götürdür? Nəyə görə götürdürəsən Aslanı? Kiminlə hədəliyirsən? Kiminlə hədəliyirsən? Aslan yəsin dəyilə, get götür görüm nətər götürürsən? Sən nə eləmək istəyirsən? O qaynatası ilə mənə hədə qorxu gəlib. Sən zəng eləyirsən, Kamildə söz göndərmirsən Aslana. Kamilə zəng eləyib deyirsən ki, belə elətdirərəm, belə elətdir. İndi də bu qazanlıda deyirsən, bunu Bir dəqiqə, Ceyran Hanım, bir dəqiqə, səbir ol. Səbir olun, mən danışam. Ceyran Hanım, bir dəqiqə gözlə. Dalaşma ya. Ceyran Hanım, bir dəqiqə gözlə, Ceyran Hanım. Mən varam ortada. Dalaşma, dalaşma. Sənin oğlun görür ki, evində qadını var. Sənin oğlun kiminsə niyə evinə soxur? Yaxşı kişi. Təbriz, bu Aygünlə gətirib onu birincidən. Biz oteldə qalırdıq, içəri şəhərdə, Xəncəlandın yanında. Aygünlə ikisi maşında, bir dənə göy maşından gəldilər mənim yanıma orada. Halbuki məni hövsandan çıxartmışdı. Aygün, sən özün toy gününün də səhərisi. Kamili səndən Aslan ikiz birləşib gətirmişsiniz o evə. İndi niyə çəkilirsən qırağa? Niyə indi Kamili pisləyirsən? İndi mən yoxam da. İndi təzə gəlir. Sən Ramanı da Təbriz, Allah'a imkan vermir. Təbriz, pəylikdə girəsən, mən səninlə danışacağım, hər şeyi sana deyəcəm. Sən Ramanı da məni cırmaq elədin. 2 butulka araq aldın, qoydun stolun üstə. Kabab çəkdin. Sən özün doğradın əti. Ramanı da. Kamilin ailəsi gəldi, qızları gəldi, oğlu zəng elədi ki, mama gəl bura. Gəldi, 102-ni çağırdılar ora. Onlar da yalandı. Az mənim ağzımı açdırma günə, ne? Sən mən bura davaya girməmişəm, Allah haqqına geçsin. Allah haqqına geçsin. Haqqı Allah
bilir. Orada olanlar bilir. Təbriz bizim yanımızda değildi ki bilir. Təbriz elə bir oğlandı ki, Təbrizdən qorxmuram, ürkmürəm. Mənə də heç nə eləyə bilməz, mən də ona heç nə eləyə bilmərəm. Təbriz orada olsaydı, gözü ilə görərdi, qulağı ilə eşidərdi. Onda Təbriz sana deyərdi ki, Aygün, boşanmısan, get otur yerində. Nə eləmək istəyirsən sən? Mənim adamlar, sənin adamların kimi çağırırsan, aslanı göydürəsən şey kimi? Nədir o? Ay Ceylan xala, elə şeyin başını bırak, olan olub qutarıb düşə. Olan olub qutarıb bala, ay Gəncəli, sənə qurban olum. Bir deyim ki, boşanmısan, niyə əl çəkmirsən, niyə əl çəkmirsən? Boşanmısan, Allah səni də xoşbəxt eləsin, o birisini də geçsin, xoşbəxt olur, olsun, ay Aygün, niyə əl çəkmirsən ki, Ceylan? Ay, niyə əl çəkmirsən? Ceylan xala da niyə əl çəkmirsən ki sən? Mən? Ha. Çox istəyir də məni. Ya bunu bir yerə qoyun, ya da tutarın da, valla. Keşke belə olmazdı, hafif ki belə oldu. Belə valla biz danışmır. Aygün. Kimisə qatmayıb bura Ceylan, başa düşürsən? Sən deyir ki, Aygün evdən gedməyin səbəbi, evdə problemlər olur, başqa heç nə. Təbriz girin. Hacimdən bax qulağa, Ceylan xala, dən qulağa. Təbrizdən Gəncəlli bura qatmayıb, başa düşürsən? Denən ki, sən məndədir. Ceylan xala bir söz deyir. Mən hər şeyə müdaxilə eləyirdim. O arvad sənə zülüm də verə bilər. Ən azından sənin də anan var, mənim də anam var. Analar hamısı müqəddəs olmur. Bari qızına gedib mən ana deyə bilərəmmi? Yox. O da öz fikrin və xarakterin bildirir. Olmaz. Hər ana ola bilməz. Təbriz eşidirsən. O mənə pis olmuyor. Başa düşürsən? Mən də ona pis olmamışam. Ben niye görürsən o söz deyirsən? Pis olmayan. Ay Aygün, mən Zahir Bəxşəliyev deyirəm. Zahir Bəxşəliyev reyting qaldırır, ATV qaldırır. Mən buradan bir gəldirim yoxdur. Mən sizin sadəcə olaraq sizin sözünüzə hörmətlə yanaşıram. Ən azından o valideyndir. Başa düşürsən? İndi niyə yoxdur? İndi niyə yoxdur? İndi Aygün yoxdur da, niyə yoxdur oğlun yanında, tək qalıb rayonda, hə? Mən özüm istəmirəm, mən özüm gəlmişəm bura, bilirsən niyə gəlmişəm? Mən dövrümdə də istəməyərdin də, nə olardı ki? Xeyr, ay Aygün, ya bunu qəbul elə, ya da bugündən denə yaxlıma gəlmə. Təbriz dedi ki, Aygün ayrıldı getdi, bir dəqiqə bala üzr istəyirəm, mən danışanda bir dəqiqə sakit dur, deyil. Və Təbriz bir sual verdi, sualı cavabsız qaldı. Dedi, niyə? Niyə? Bax, mən Aslanın anasıyam, düzdürmü? Aslanın çətinliyində həmişə mən olmuşam, Aygün özü bilir. Aygün sənə də pis olmamışam, Aslana da pis olmamışam. İkiz də mənim haqqımı itirdi. Çox şeyi danışmaq lazım. İkiz də günah oldu. İkiz də günahkarsınız mənim qarşımda. Sən niyə yoxsan orada bəs? Niyə yoxsan? Sən deyirsən ki, ay falan kəs, Zeyrana dedinən ki, geçsin otursun orada o gəlinin yanında. O falan kəs ya, o bəşmən kəs mənə söz deyə bilər. Mən Zeyranamsa, mən bir anıyamsa, mən bir ağbırsayamsa, mən demişəm, Aslan, Aygün getdisə, gəl otur yerində bala. O sözümü eşitmədi ki, oturmadı. O qızın da qapısına dədəsin gəldi, dədəsin çağırtdıq, gəldi. Dədəsinə də mən dedim, sənin atan kimi bir yaxşı kişidir. O kişi pis deyil, valideynlər pis deyil. O sənin atan, bax Pənək qağa necədir? Atanı görən gözün, bax o qızın atasını görsün. Mənim atamla onun eyni tutma, bax. Xeyr, dayan bir dəqiqə. Sus Günal, ağzını yum, bir dəqiqə mənə qulaq as. Bir də adamı dinləmək qaydalı olsun. Böyük kiçik yerin bildin. Heç olmasa burada canlıdasan. Evində. Qurana anmışsın. Dedin ki, qəbul eləmirəm, eləməyəcəm. Təbriz gəldi oturdu, dedi ki, Ceyran bacı, mən səni çox istəyirəm, ay belə plan bəşməkən nəysə. Dedim, sən məni heç də çox istəməsin, heç kim də mənə hörmət eləməsin. Mən pis anıyam, pis qaynanıyam, yamanam, böhüdüyəm, adam öldürənəm, adam nə bilim, belə boşatdıranam da Aygünün sözü ilə, dediyinə görə. Adam ailə dağıdanım da, mən balamın ailəsini dağıdıram da, mən qəddar anıyam, mən zülmükar anıyam, məni belə tanıdırlar. Dedim, ay kişi, sənin qafana gəl, yola ver, yola get, neynə, bunlar uşaqdır, nədir? Dedim, qafana gəlmişəm, üzümü görmüsən, indi görürsən, düzdür mü, ATV-dən gəlmişdim. Orada başqa adamlar da var idi hələ. Dedim, mən ATV-dən gəlmişəm, sən eşitdim ki, gəlmişsən, məni gözləyirsən ki, mənlə görüşəsən, sözünü deyəsən. Bu meydan, bu da şeytan. De görün mənə nə deyəsin. Dedim, qapana gəlmişəm. Elçi düşmüşəm qıza. Dedi, yox. Dedim, onda məndən heç nə tələb eləməyə bilmərsiniz siz. Nə sənin qızın, nə Aslan, nə sən, nə sənin yoldaşın, nə də başqaları.
Heç kim, mən efirdə də demişəm, Zahir müəllimin verilişində də demişəm, Təbriz. Orada da hamısı arxivdədir, özün bilirsən. Heç kim bilməsə də sən orada iştirakçı olmursan, bilirsən ki, nə var, nə yox. Ağzından çıxan orada qalır. Kimin nəyimiz varsa oradadır. Qalmaqalımızda, davamızda, mehribançılıqda, barışıqda, qırğınlarda, hər şey Ay Hacı, oradadır. Ceyran xalaların yaparı, şikayət edən ayana. Mənlə işin olmasın, mən də sənin. Düşmənçiliyimiz yoxdur. Arada Bütün günü ay Ceyran xala. Gəncəli. Bax, belə deyək də. Olmamalıydı, Bütün gün bir dəqiqə söz deyim, mən bağışla. Mən yenə də Gəncəli mən yenə də deyirəm ki, Buyur. ay gün o günlərdə Buyur. getdim, məni pis qələmə verib, canlıda da məni qoyublar, qeyd eləyib atmışdılar mənə o videonu. Ha, bu Yenə də yetimi var. də eliflər də, nə? Bu yetimi də eliflər. Deyən bala bir Acını dəqiqə. da eliflər. Qoy mən sözümü dedim, mən sözümü deyim. Getdim ki, orada Sən deyəm qadınım, ki, bayaqda sən dillirik də, nə? mən gedirəm rayona, dedim mən gedirəm rayona, bəlkə də nə mənə bir sözün savın. Gedirəm rayona, getdim ki, bundan görüşəm, sözüm var idi, söz deyəcəydim. İmkan vermədi, mən qaba belə kobud qarşıladı. Çıx get, əl çəkin məndən dedi, getdi girdik içəri, mən qaldım pilləkənin başında iş yerində. Qayıtdım, gəldim, nəysə. Evi yoxdur, Allah kömək olsun. Yenə də mən deyirəm, qapım uzağa açıqdır, bax burada milyonların qarşısında, bu boyda nə qədər söhbət, mən səni qəşəng başa düşürəm. Yenə də bir ana kimi deyirəm, qapım uzağa açıqdır. Nə vaxt çətinə düşərsən, məni